Bir qız uşağını ərə getməmişdən öncə başa salmaq lazımdır ki, buna bax, sən bir həftədən sonra yoldaşının corabını yuyasan. Evlilik yəni sadəcə sevdim, qovuşdum deyil. Bunun həm də öz məsuliyyəti var. Qız uşağı idi, oldu gəlin, indi oldu ana. Obrazını tez-tez dəyişdi. Qadına qadınlığı, anaya analığı öyrədirsiniz. Deyirlər, gəlinimin başı qaçdı. Qaçdı. Başı qaçmadı. Yəni o psixoz oldu gəlin. Onun qulağına səs gəlir, gözünə görüntülər gəlir. Müxtəlif cürə uşağına xəsarət edən analar var. Bu artıq psixozun əlamətləridir. Hadisə olmamışdan qabaq mütləq ki, onun bir mesajları gəlir. Bunu sən eləməlisən də. Mən onsuz da işdən yorğun gəlirəm. Mən onsuz da yorğunam. Mən axı kişiyəm. Mən niyə eləməliyəm Ki, bu nədir? Tarlada da qadın, evdə də qadın. Amma ətrafdan o qədər sıxırlar ki, bir şey var. Nə vaxt olacaq? Qadın əslində özünə dur deməlidir və soruşmalıdır. Mən nə istəyirəm? Övlada mükəmməl valideyn lazım deyil. Övlada bir-birini sevən, xoşbəxt valideynlər lazımdır.